Kütləsi 1 ton olan avtomobil gücünü 60 kW-a çatdıraraq üfüqi yolda 54 km/saat sürətlə düz xəttli bərabər sürətli hərəkət edir. Təkərlə yol arasındakı sürtünmə əmsalını hesablayın. Cismə dartı və sürtünmə qüvvəsinin eyni anda hər ikisinin təsiri olduğu zamanda 3 hal var idi. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük, dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçik və dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olan hal. Burada düz xəttli bərabər sürətli hərəkət olduğuna görə deməli əvəzləyici qüvvə sıfırdır. Yəni dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Güc üçün F vur V düsturunda deməli biz bunu F dartı vur V-də yaza bilərik. F sürtünmə vur V-də yaza bilərik. Bizdən sürtünmə əmsalını istədiyinə görə N bərabərdir F sürtünmə vur V şəklində yazaq. Sürtünmə qüvvəsinin düsturu da sürüşmə sürtünmə qüvvəsinin düsturu μmJ-dir. Və buradan μ-nü tapanda olacaq N bölünsün mJV. Güc 60 kW, 60.000 Watt. Kütlə 1 ton, 1000 kg, J-nin qiyməti 10. 54 km/saatda metr saniyə çevirəndə eləyir 15 metr saniyə. 1, 2, 3, 4, 0, 1, 2, 3, 4, 0 ixtisarlısə deməli olur 15-də 6. Yəni 0,4 C bəndi.